Mən Surxay Qəmli ən yeni şeirimi bütün dinləyicilərimə təqdim edirəm. Mənim həyat yüküm dağdan ağırdır. Siz məni dinləyin, sizdə nə var ki? Daxildən ürəyim tökür göz yaşı, zahirdən baxanda gözdə nə var ki? Gözümün önündə həyat fırlanır, hər kədər boğanda üzüm ıslanır, sinəmdə sözlər var, alışıb yanır, alovda nə var ki, odda nə var ki? Bilmirəm dərdimi söyləyim hara, meylimi salmışam kamana, tara, mənə deməyin ki, ay bəxti qara, dərdini içində gizlənə var ki? Tənhalıq eylədi ömrümü talan, kədərim, qəmim kalandır, kalan. Əgər bircə kəlmə danışsam yalan, düş mənim arxamca, izdə nə var ki? Göylərə qərq oldu fəryadım ahım, nə qədər gözümün yaşına baxım, sənə qurban olum qadir Allahım, özün qoru bizi, bizdə nə var ki? Gah sola boylandım, gahdakı sağa, Surxay məcbur oldu yenə yazmağa. Əl açdım, yalvardım dərəyə, dağa, dərədə nə var ki, düzdə nə var ki? Dərədə nə var ki, düzdə nə var ki?